Onlayn müqəddəs kitab məktəbimizin 2-ci dərsinə xoş gəlmisiniz. Bugün sizə dindən danışacağım. Dini İsa'nın təlimi ilə müqayisə edəcəm. Bugün imanlar cəmiyyətlərində gördüklərimizin əksəriyyəti İsa'nın təlimləri ilə deyil, dinlə bağlıdır. Hazırda bir çox məsihçilər hər bazar günü bəzənib müqəddəs yerə, imanlılar cəmiyyətinə gedirlər. Məsihçilər burada dini işlərlə məşğul olurlar. Bunu digər dinlərdə də görmək olur. İnsanlar bəzənib xüsusi dini yerlərə gedirlər. Burada dini fəaliyyətlərlə məşğul olurlar. Ancaq İsa'nın dediyi bu deyildi. İsa yeni sizdən və məndən ibarət yeni bir bədən qurmağa gəldi. Məbəd bizik. Bugün İsa'ya məxsus olan bizlər müqəddəs ruhla dolu olan məbədik. Hamımız kahinik və onun tərəfindən məhz edilmişik. İsa gündəlik həyatımızda iştirak eləmək istəyir. Bu dərslə bunu izah edəcəm. Bu dərs sizi azad edəcək. Əqaidlərin işləri kitabında təsvir olunan həyatı yaşamağa kömək edəcək. Allah sizə xeyir dua versin. Bir daha salam. Sizinlə olmaq xoşdur. Bu onlayn müqəddəs kitab məktəbimizin, Pionerlər məktəbinin 2-ci dərsidir. Mən yenidən sizinlə olmağı səbirsizliklə gözləyirdim. Keçən dəfə sizə biraz kilsə tarixindən danışdım. Dərsə aid çox yaxşı rəylər aldım. Çoxları mənə yazdı. Həmin insanlar dərsin onlar üçün bir açıqlama olduğunu dedilər. Dərs onların rəhlərində olanları təsdiqlədi. Onlar nəyin yanlış olduğunu asanlıqla görə bilmirdilər. Ancaq müqəddəs ruh bunu başa düşməkdə onlara kömək elədi. Son dərs zamanı belə düşündülər. Aha, indi başa düşdüm. Sonuncu reformasiya kitabıma aid aldığım rəylər də belədir. Kitabımı oxuyanların əksəriyyəti təəccüblənir. Deyirlər, bunlar qəlbimdə olanlardır. Bunlar illərdir məni düşündürən eyni suallardır. İndi birdən başa düşdüm. Rəylər belədir. Niyə? Çünki bunu yaradan Allahdır. İsa öz imanlılar cəmiyyətini yaradır. Hazırda İsa dünyada olan bir çox insanlarda fəaliyyətdədir. Hesab edirəm ki, sonuncu reformasiya tezliklə baş verəcək. Biz buna çox yaxınıq. Bütün dünyada bunun sürətlə yayılacağını görəcəyik. Çünki əvvəlki dərsdə dediyim kimi, Allah tarix boyu işləyir. Allah bu gün də fəaliyyətdədir. Əgər kömək eləmək istəyirsinizsə, bu dərsləri yayın. İnsanlara Pionerlər məktəbi haqqında danışın. Qoy çoxlu insanlar bu dərslərə qatılsınlar. Çalışaq bu baş versin. İnsanların yenidən alovlanaraq müqəddəs kitabda oxuduğumuz həyatı yaşamağa başladığını görək. Hazırda bir çox insanlar qutuların, imanlar cəmiyyətlərindəki dinin içində ölürlər. İnsanlar məndən, Tolvin, niyə bunu edirsən deyə soruşurlar. Niyə imanlar cəmiyyətinin islahatını istəyirsən? Mən islahatı istəyirəm, çünki İsa istəyir. Mən bunu istəyirəm, çünki bu İsa'nın ürəyinin arzusudur. Çünki İsa bizi şagird hazırlamaq üçün çağırıb. Mən görürəm ki, bu sistem, iş tərzimiz şagird hazırlamaq üçün yararlı deyil. İnsanlar uzun illər imanlılar cəmiyyətində olurlar. Ancaq Allaha necə xidmət eləməyi bilmirlər, necə şəfa verməyi, cinləri necə qovmağı bilmirlər, insanları Məsihə necə gətirməyin yolunu bilmirlər. Çünki onlar qutunun içində Allaha xidmət eləmirlər. Onlar sadəcə oturub başqa insanların xidmət elədiklərinə baxırlar və yavaş-yavaş ölürlər. Çünki hər birimiz Allaha xidmət eləməyə çağırılmışıq. Hər birimiz Allah tərəfindən istifadə olunmağa çağırılmışıq. Durub yalnız dinləsək və heç nə eləməsək, yavaş-yavaş itirəcəyik. Bizə bu islahat lazımdır. Çünki bir çox insan vaxtilə Allah üçün yanırdı. İndi isə onlar ruhən ölürlər və çoxları artıq ölüb.
Biz imandan dönməkdən çəkinirik. Amma imandan dönmək sadəcə imanlılar cəmiyyətini tərk eləmək demək deyil. İmandan dönmək ilk məhəbbətdən əl çəkmək deməkdir. Siz hələ də imanlılar cəmiyyətində ola bilərsiniz. Hələ də əllərinizi qaldırıb mahnı və də oxuya bilərsiniz. Uzun illər ərzində etdiyinizi eləyə bilərsiniz. Allah sevgisindən, ilk məhəbbətdən əl çəkmisinizsə, layə məhəbbətdən, Allahın kəlamına olan ilk məhəbbətdən əl çəkmisinizsə, imandan dönmüş sayılırsınız. Bu təlimi verməyimin səbəbi də budur. Bir çox insanların bu və ya digər yolla imandan döndüklərini görürəm. Onlar imanlılar cəmiyyətinə gəlirlər, ancaq ruhən ölüdürlər. Amma biz onlarla işləməyə, onları öyrətməyə başlayanda yenidən daxillərində alov yanmağa başlayır. Təlimdən əvvəl Facebookda Danimarkadakı bir oğlanla yazışdım. Mən onunla şəxsən görüşməmişəm. Amma bir nəfərə küçədə müjdə ilə bölüşməyi öyrətdi. Sonra həmin adam başqa birini öyrətdi. Həmin şəxs isə bu Danimarkalı oğlanı öyrətdi. Onunla əlaqə saxladım. Oğlanın həyatı tamamilə dəyişmişdi. Onun şəhadəti belə idi ki, o uzun illər imanlar cəmiyyətində olur, çərşənbə və bazar günləri iştirak edir və ildə bir neçə dəfə müqəddəs kitab oxuyurdu. Ancaq sonra birdən onun daxilində dəyişiklik baş verdi. O, nəsə eləyə biləcəyini başa düşdü, küçəyə çıxdı, xəstələrə şəfa verməyi öyrəndi və bu onda nəyisə dəyişdi. Onun həyatı tamamilə başqa cür oldu. İndi o hər gün möcüzələr yaşayır. Söhbət sadəcə küçədəki möcüzələrdən getmir. Onun Allahla olan şəxsi həyatını da dəyişdi. Mənə yazdı ki, son illər ərzində o yalnız bir neçə dəfə ağlayıb. Çünki artıq ağlaya bilmirdi. Yalnız anası və digər ailə üzvləri öləndə ağlayıb. Dəyişildikdən sonra isə 2 həftədir ki, o ağlayır. Hər gün müqəddəs kitab oxuyanda ağlayır. O artıq hər gün müqəddəs kitab oxuyur. Ətrafındakılar təəccüb içindədir. Həmin adam indi imanlılar cəmiyyətində şahidlik eləyir. O bugün başqalarını, sabah isə pastorunu küçəyə çıxaracaq. Onunla baş verənlər bütün imanlılar cəmiyyətini dəyişdi. Çünki qəflətən imanlılar cəmiyyətin içərisinə od düşdü. İnsanlar gördülər ki, biz nə isə eləyə bilərik. İnsanlar gözləməyə ehtiyacımız olmadığını gördülər. Çünki artıq bu bizdə var, sadəcə olaraq biz getməliyik. Bu oğlanın şəhadətidir. Həmin oğlana təlim keçən adamın şəhadəti də eynidir. Ona təlim keçən adam illərdir imanlar cəmiyyətinə gəlirdi. Amma ruhən ölü idi. Kimsə ona küçədə müjdə ilə bölüşməyi öyrətdi. İsa'nın fəaliyyətdə olduğunu gördü. Keçən aylar ərzində o insanları Məsihə gətirir. Müqəddəs ruhla və suda vəftiz eləyir. Onun həyatı da tamamilə dəyişib. Mən görürəm ki, hər iki insanla eyni şey baş verir. Ətrafdakılar sənə nə oldu deyirlər. Nə baş verir? Bunlar məsihçi mənşəli olmayan və sonradan xilas olan insanlar deyil. Bu insanlardan ətrafdakı qeyri-məsihçilər səninlə nə baş verib deyə soruşmurlar. Bunlar uzun illərdir imanlılar cəmiyyətində olan və özlərini məsihçi adlandıran adamlardır. Onların ətrafında imanlılar cəmiyyətində olan insanlar onlardan nə baş verdiyini soruşurlar. Mən də bunu istəyirəm deyirlər. Birdən onlar ilk məhəbbətlərindən əl çəkdiklərini görürlər. Çünki işıq gəlir və qaranlıq uzaqlaşır. Belə şəhadətlər yayırlar. Mənim kimi qeyri-məsihçi mənşəli olan adam xilas olanda hər kəs nə baş verdiyini soruşur. Mən bundan danışmıram. Söhbət imanlılar cəmiyyətinə gələn və uzun illər orada olan insanlardan gedir. Onların həyatı birdən dəyişir. O qədər çox güclü və radikaldır ki, ətrafdakılar onlardan nə baş verdiyini soruşur. Bəli, bugün biz bunu görürük. Bir müddət əvvəl bir peyğəmbərlik söz aldım. Kimsə içində çoxlu alov olan böyük bir çəllək gördü. Üstünə qapaq qoyuldu və alov yavaş-yavaş söndü. Sonra mən gəlib qapağı açdım və yanğın yenidən alovlandı.
Bu, Allahın etdiyinin çox yaxşı bir təsviridir. Siz mənim paylaşdıqlarım əsasında dəyişikliklər etdikcə, ateşin yenidən alovlandığını görəcəksiniz. Məsələn, əvvəlki dərsimiz çoxunuzda Allahın kəlamına qarşı yeni bir razılıq yaratdı. Siz artıq Allahın kəlamının dərinliklərinə getmək, onun nədən ibarət olduğunu bilmək istəyirsiniz. Çoxları əvvəllər, bunu artıq bilirəm deyirdilər. Ancaq birdən onların daxilində azlıq yarandı. Allah bunu eləyir. Mən baş verənlərə görə çox şadam. Mən rəylərə və Allahın etdiklərinə görə də çox minnətdaram. Həmçinin bəzi tənqidi rəylər də aldım. Elə də olur. Çünki sizə keçən dəfə dediyim kimi, insanların müxtəlif eynəkləri var. Əgər belə eynəyiniz varsa, deməli böyük probleminiz var. Əgər başqa eynəyiniz varsa, onda başqa probleminiz var. Bir nəfər mənə yazdı ki, keçən dəfəki dərsdə müqəddəs kitaba zidd danışmışam. Həmin bu iki məsələni sizə bir daha qısaca izah eləmək istəyirəm. Birincisi, onu dedim ki, ilk kilsə binaları Katolik kilsəsi dövründə meydana çıxdı. Bundan əvvəl, Həvarilərin İşləri kitabında heç bir kilsə binası yox idi. Həmin adam mənə bunun yanlış olduğunu dedi. Müqəddəs kitaba zidd olduğunu söylədi. Çünki Həvarilərin İşləri kitabında sinagog var idi. Və Peter sinagoga təbliğ eləmək üçün gedirdi. Həvarilərin İşləri kitabını oxuyarkən başa düşməlisiniz ki, Yəhudilərə çox diqqət yetirir. Həmin dövr belə idi. Paul sinagoga gedirdi. Çünki bura Yəhudilərin yeri idi. Ancaq Paul Yəhudilərin olmadığı başqa ölkələrə gedəndə təzə sinagoglar tikmirdi. İsa'nın gətirdiyi təlim bu deyildi. Paulun sinagoga getməyi bizim bugün kilsəyə getməyimizdən fərqli idi. Bunlar eyni şey deyil. İlk şagirdlər çörəyi harda bölürdülər? Onlar Rəbbin süfrəsini harada keçirdirdilər? Evlərdə. Nə üçün onlar sinagogda deyil, öz evlərində Rəbbin süfrəsini keçirdirdilər? Sinagog məsihçilərin icması deyil. Sinagog vəhdətiqə uyğun Yəhudi icmasıdır. Orada çörəyi bölmək yox idi. Çünki İsa bunu sonradan gətirdi. Bu, əhd-i cədidə aiddir və şagirdlər bunu evlərdə keçirirdilər. Paul sinagogda təbliğ eləyirdi. Bəli, Paul istəyirdi ki, insanlar İsa'nın Məsih olduğunu başa düşsünlər. Paul insanların tövbə eləməsini istəyirdi. İnsanlar bəzən Paulu qovurdular. Bəziləri isə belə deyirdilər. Mən sənə inanıram, İsa'nın ardınca getmək istəyirəm. Onlar Məsihin davamçısı olanda sinagogu tərk eləyir, Paula qoşulurdular. Yəni sinagog kilsə deyil. Bəzi insanlar məbəddəki toplaşmaları məsihçi toplantılar adlandırırlar. Ancaq əslində məbəd şagirdlərin İsa'nı təbliğ elədikləri yerdir. Məbəd onların təbliğ elədikləri, xəstələrə şəfa verdikləri və birlikdə olduqları yerdir. Ancaq bu yer onların çörək bölmək üçün görüşdükləri məsihçi yeri deyildi. Şagirdlər o vaxt sinagoga necə gedirdilərsə, məsihçilər də bugün ticarət mərkəzlərinə gedib müjdə ilə bölüşür. Allahın kəlamını təbliğ eləyirlər. Burada insanlar şəfa tapır və xilas olur. Müqəddəs kitabı oxuduğunuz zaman kəlamın nə dediyini görmək üçün gözünüzdəki eynəyi çıxarmalısınız. Mənə yazan şəxsin dediyi başqa bir məsələ isə körpələrin vəftizi barədədir. O mənim yanıldığımı dedi. Çünki müqəddəs kitabda körpələri vəftiz eləyirlər. Həvarilərin İşləri kitabında bütün ailənin necə vəftiz edildiyi nümunəsini göstərdi. Mən isə körpələrin vəftizinin bir müddətdən sonra başladığını söylədim. Amma o daha əvvəl başladığını dedi. Doğrudur, çünki tarixdə ilk körpə vəftizi 200-cü ildə başlayıb. Mənim dediyim isə bunun sonradan bir qayda kimi qəbul edilməsi və kilsə ənənəsinin bir hissəsi olması idi. Bunlar Konstantindən əvvəl başlasa da, Xristiyan təlimi kimi qəbul edildi. Beləliklə, bəzi şeylər Konstantin dövründən əvvəl başlamışdı. Ancaq şagirdlər Həvarilərin İşləri kitabında körpələri vəftiz eləmirdilər. Bunu sizə elə indi asanlıqla göstərə bilərəm.
Həvarilərin işləri 16-cı fəsildə baş mühafizəçi və onun ailəsi haqqında oxuyursunuz. Burada onların vəftiz olunduğu yazılır. Bəzi insanlar mətnə əlavələr edirlər və onu öz təlimlərinə uyğunlaşdırmağa çalışırlar. Onlar evdə körpələrin olduğunu düşünürlər. Ancaq mətndə bu yoxdur. Həvarilərin işləri kitabının 16-cı fəslində bu yazını oxuyursunuz. Rəbb İsa'ya iman elə, sən də ev əhlində xilas olarsınız. Sonra həm ona, həm də onun ev əhlinə Rəbbin kəlamını bildirdilər. Daha sonra bunu oxuyuruq. Sonra həm özü, həm də ev əhli dərhal vəftiz olundu. Ev əhli vəftiz olundu demək, hər kəsin vəftiz olunması demək deyil. Bunu başqa bir yolla izah eləmək istəyirəm. Siz dönə-dönə oxuyursunuz ki, İsa'nın yanında böyük bir izdiham gəldi. O, hamıya şəfa verirdi. Bu mətin hamının şəfa aldığını göstərirmi? Hə, yoxsa yox? Mətin hər bir insanın şəfa almasını göstərmir. Hər bir xəstənin şəfa alması deməkdir. Burada bir fərq var. Müqəddəs kitabı oxuyanda böyük bir izdihamın gəldiyini və hamısının şəfa aldığını görürsünüz. Ancaq bu, orada olan hər kəsin şəfa aldığı mənasını vermir. Bu, şəfaya ehtiyacı olan hər kəsin şəfa aldığı mənasını verir. Eyni şey burada da keçərlidir. Çünki bütün ev əhlinin vəftiz olunması o demək deyil ki, o evdəki hər kəs vəftiz olundu. Bu, vəftiz olunmağa ehtiyacı olan hər kəsin vəftiz olunduğu deməkdir. Körpələrin vəftiz edilməsinə ehtiyac yoxdur. Əgər siz eynəkləri çıxarsaz, oxuya bilərsiniz ki, Allaha iman elədiklərinə görə o və ev əhli şad oldular. Beləliklə, vəftizdən söhbət gedəndə ev əhli sözü körpələrə aiddirsə, daha sonra da ev əhli sözü körpələrə aid olmalıdır. Müqəddəs kitab iman etdiklərinə görə ev əhli şad oldu deyir. Siz axırıncı dəfə nə vaxt körpənin iman elədiyinə görə şad olduğunu görmüsünüz? Bunu nə vaxt görmüsünüz? Belə bir şey görməmişsiniz. Biz bunun müqəddəs kitaba zidd olduğu barədə düşünə bilərik. Ancaq çox bilikli dindarlar var. Onlar bunun müqəddəs kitaba uyğun olduğunu dərhal bəyan edirlər. Ənənələrini uyğunlaşdırmaq üçün onlar mətnə əlavələr edirlər. Onlar çox vaxt mətnə öz təlimlərinə və ya ənənələrinə uyğunlaşdırmaq üçün əlavələr edirlər. Bu, Həvarilərin işləri kitabında oxuduğumuz bir nümunədir. Buranın Yəhudi yeri olduğunu unuduruq. Yəhudi sinagogunu götürüb olmayan bir şeyə çeviririk. Vəftiz haqqında oxuyanda mətnə əlavələr edirik. Çünki biz mətnin ənənələrimizə uyğun olmasını istəyirik. Düşünürəm ki, hər şeyi sadələşdirməliyik. Dindarlıq eynəklərimizi çıxarıb, müqəddəs kitabı olduğu kimi oxumalıyıq və inanmalıyıq. İlahiyyatınızı uyğunlaşdırmaq üçün kəlamı dəyişdirməyin. Bunun əvəzinə, ilahiyyatınızı dəyişib kəlama uyğunlaşdırın. Bizə sadə iman lazımdır. Kəlamı oxuyun və itaət eləyin. Bizə barəsində danışdığım adam kimi. O tamamilə dəyişdi. Daxilində alov yarandı. O küçələrə çıxır, insanlar üçün dua eləyir. Çox güclü, ancaq çox sadədir. Məsələn, Luka 19-da İsa deyir, xəstələrə şəfa verin və müjdəni təbliğ eləyin. Bu sadədir, bunu hər kəs eləyə bilər. Allahın kəlamı çox sadədir, ancaq biz onu çətinləşdiririk. İsa bizə çətin bir din gətirmədi. İsanı başa düşmək üçün 7 il oxumaq lazım deyil. İsa çox sadə həyat gətirdi. Hətta uşaqlar da bunu başa düşə bilər. Uşaqlar bizdən daha asan başa düşürlər. Biz başımızı çoxlu biliklə doldurandan sonra hər şeyi sadələşdirmək əvəzinə çətinləşdiririk.
Keçən dərsdə başladım. Bu dərsdə sizə biraz kilsə tarixindən danışacağam. Həvarilərin İşləri kitabı canlı məsihçilikdən bəhs eləyir. İsa bu gün də eynidir. Ancaq o dövrdə çox şey dəyişdi. Bu gün biz bu təməlin üzərində qururuq. Lüteran kilsəsi bir növ katolik kilsəsinə bənzəyir. Başqa kilsələrin də hamısı bir-birinə bənzəyir. Bizə həqiqətən islahatlar gərəkdir. İsa bizə şagirdlər hazırlamağı, insanları təhciz eləməyi və öyrətməyi tapşırdı. Bu gün kilsədə insanları təhciz eləmirlər, onları öyrətmirlər. Onlar sadəcə oturub dinləyirlər. Biz bunu dəyişməliyik. Adamları öyrədib təhciz eləməliyik. Biz İsanı çərçivədən çıxarmalıyıq və gündəlik həyatımızı onunla yaşamalıyıq. Sizə elə bunu demək istəyirəm. 10 illərdəki həyatımdan şəhadəti bölüşməklə başlamaq istəyirəm. Son illər baxışlarım dəyişdi. Daha çox şəhadətlər görməyə başladım. Şəhadətlər Həvarilərin İşləri kitabında yazılanlara bənzəyirlər. Şəhadətlər müqəddəs ruhun bizə necə rəhbərlik elədiyini, insanların necə xilas olduğunu və İsa'nın bu gün də eyni olduğunu göstərir. Şəhadət sizinlə bölüşdüyüm mövzunu izah eləməyə kömək eləyəcək. Ümid edirəm ki, hazırsınız. Təxminən bir il əvvəl atam Allahı tanıdı, xilas oldu. Mən onu vəftiz elədim. Mən qeyri-məsihçi ailədə böyümüşəm. Mən xilas olanda atam kilsədən uzaq olmağımı istəyirdi. Amma sonra atam özü də dəyişdi və mən atamı vəftiz elədim. Gözəl idi. Təxminən yarım il əvvəl mən bir dəfə valideynlərimin yanındaydım. Biz oturub İsa'dan danışırdıq. Sonra İsrail haqqında danışmağa başladıq. Onlar İsrail mövzusuna həsr olunmuş bir yığıncaqda olmuşdular. Biz İsrail haqqında danışanda atama dedim ki, mən həmişə ora getmək, gəzmək və o yerləri görmək arzusunda olmuşam. Atama oraya gedib ailəmi də özümlə aparmaq istədiyimi dedim. Sonra nəysə hiss elədim və dedim, Allah İsrailə tezliklə getməyimi istəyir. Bu gözlənilmədən oldu. Çünki hiss elədim ki, Allah İsrailə getməyimi istəyir. Ancaq bu qədər tez baş verəcəyini düşünmürdüm. Cəmi 2 gündən sonra mənə zəng gəldi. Zəngə cavab verdim. Yerusəlimdən, İsraildən bir qadın idi. Mən səninlə danışmalıyam. 2 gün əvvəl, həmin vaxt mən valideynlərimin evində idim. Yatmağa gedəndə müqəddəs ruh məni oyatdı və YouTube-a əlamətlər və möcüzələr yazaraq axtarmağımı tapşırdı. Videoda səni gördüm. Saytına baxdım və orada fərqli bir şey hiss elədim. Sənin telefon nömrəni yazdım. Müqəddəs ruh zəng eləyib səni İsrailə, bizim evə dəvət eləməli olduğumu dedi. Mən də bu qadına cavab verdim. Çox gözəldir. 2 gün əvvəl valideynlərimin evindəydim. Onlarla İsrailə gəlmək xəyalımı bölüşdüm. Gəl bu barədə doy eləyək. O mənə belə bir mesaj göndərdi. Torben, bütün ailənlə gələ bilmək üçün sənə 2500 avro göndərdim. Mən bu qadını tanımırdım. Sadəcə 5 dəqiqə onunla telefonla danışdım. Bütün ailəmlə gələ bilməyim üçün mənə 2500 avro göndərdi. Bu Allahın bizə rəhbərlik eləməsinə dair bir nümunədir. Beləliklə İsrailə, Yerusəlimə getdik. Bir həftə ailəmlə birlikdə İsraildə qaldıq. Müxtəlif yerləri gəzdik. İsrail çox gözəl idi. Mən İsa'dan İsraildə nə etməyimi və mənə nə göstərmək istədiyini soruşdum. Bir dəfə biz Qalileya dənizinə getdik. Yəhyanın müjdəsi 21-ci fəsildə qeyd olunan yerə getdik. İsa diriləndən sonra həmin yerə gəldi. Şagirdlər göldə balıq tuturdular. İsa onlara toru o biri tərəfə atmalarını dedi.
Belə elədilər, çoxlu balıq tutdular. Sonra sahilə qayıtdılar, İsa'nı gördülər. İsa Peterdən 3 dəfə onu sevib sevmədiyini soruşdu. Həmin yerdəydik. İsa'nın balıq hazırladığı yerə baxırdım. Orada möhtəşəm hisslər keçirirdim. İndi isə həmin yerdə böyük bir katolik kilsəsi var. İsa'nın dövründə bu kilsə yox idi. İsraildə bunları görmək ağırdı. Bir çox yerlər var ki, bir çox il əvvəl burada müxtəlif hadisələr baş verib. İndi isə burada böyük katolik və ya lüteran kilsələri var. Bu, İsa'nın gətirdiyi həyatın sadəliyini bir növ məhv eləyir. İsraildə olmağın çətin tərəfi budur. Biz orada olarkən, dəniz kənarındakı katolik kilsəsinin ətrafında gəzirdik. Həmin yerdə 50 arabasında olan bir qadın var idi. Yanımdakı adam onun yanına getdi və mən də onlara qoşuldum. Bu qadın Braziliyalı idi. Onun xəstəliyinin nə olduğunu dəqiq bilmirəm. Bizi yaralı idi. Buna görə yeriyə bilmirdi. Yanımda olan adam qadın üçün dua eləməyimi istədi. Əlimi qadının üzərinə qoydum və dua elədim. Qəflətən bir çox şey baş verdi. O, əlil arabasından ayağa qalxdı. Ətrafda gəzməyə və sevincindən qışqırmağa başladı. Qadın uca səslə dillərdə danışırdı məncə. Başa düşə bilmədiyim bir çox şeylər dedi. Birdən dəniz sahilindən çoxlu adam gəldi. Şəkil çəkən bir qrup Çinlilər də var idi. Boş əlil arabasının yanındakı qadın ətrafda gəzir. Uca səslə Allaha şükür eləyirdi. Sonra katolik kilsəsindən bir kahin çıxdı. Sakit olun, sakit olun. Kahinin böyük, gözəl paltarı var idi. Baş verənlər heyrətamiz idi. Daha sonra 3 fərqli dildə yazılan səssiz olun işarəsini gördüm. Amma qadın o qədər sevincli idi ki, bu işarəyə əhəmiyyət vermirdi. Kahin isə onu susturmağa çalışırdı. Daha sonra qrupun digər üzvləri də gəldi. Bir nəfər Braziliyalı qadının dediyini tərcümə elədi. O deyir ki, ağrı yoxdur. Daha ağrı yoxdur. Yeriyə bilirəm, mən yeriyə bilirəm. Sonra bir nəfər də gəlib onun üçün dua eləməyimi istədi. Mən də onun üçün dua elədim və şəfa aldı. Əlində əsa olan başqa bir adam da dua eləməyimi istədi və şəfa aldı. Başqa birisi gəlib dedi, mən pastoram və səni Braziliyaya dəvət eləyirəm. Daha sonra başqa bir nəfər də gəlib dua eləməyimi istədi. Səndə olanı mən də istəyirəm dedi. İnsanların müqəddəs ruhu almaları üçün dua eləməyə inanıram. Ancaq kilsədə gördüyümüz Məsih ötürməyə inanmıram. Bunu sonra daha ətraflı izah eləyəcəm. Əllərimi onun üstünə qoydum. Nə baş verdiyini bilmədim. Müqəddəs ruh onun üzərinə gəldi. Düşünürəm ki, murdar ruhdan azad edildi. O, katolik kilsəsinin qarşısında yerə sərildi. Orada olmaq heyrətamiz idi. Birdən gördüm ki, hamı mənə baxır. Bəziləri şəkil çəkir. Mənə qarşı diqqət həddən artıq idi. Ona görə də daha getməli idim. Şoka düşmüşdüm. Baş verənlər videoda var. İsraildə möcüzələr başlıqlı sonuncu reformasiya kanalındadır. Web saytımda da videoya baxa bilərsiniz. Mən baş verənlərə heyranam. İsa'nın gəzdiyi yerdə möcüzələr yaşamaq möhtəşəmdir. İsa'nın fariseylərlə problemləri var idi. Bizə isə sakit olmağımızı deyən katolik kilsəsindən kahin var idi. Qadın Allahla görüşdü və şəfa aldı. Ancaq kahin bu hadisədən çox bizim səs-küy yaratmağımızla maraqlanırdı. Bu mənim üçün güclü bir təcrübə oldu. Sonra İsa'nın yaşadığı yerə baş çəkdim. O videoda deyirəm, baxın, bu İsa'nın məmləkəti, onun yaşadığı yerdir. İsa artıq yer üzündə gəzmir. Yox, əslində o gəzir. İsa buradadır. Mən onun bədəniyəm, sən onun bədənisən. Biz onun bədəniyik, dedim. İsa hələ də İsraildə və bütün dünyada insanlara şəfa verir. Niyə? Çünki İsa dəyişməyib. Biz onun bədəniyik.
Bu normal məsihçi həyatıdır. Daha sonra baş verənlərdən danışdıq. Oradakı son günümdə bir vaxtlar məbədin olduğu Məbəd dağını ziyarət elədim. Tarixdə Yerusəlim şəhəri dəfələrlə dağıdılıb. Ona görə də daşlar eyni deyildi. Amma ora məbədin olduğu yerdir. İndi orada 2 məscid var. Mən orada dayandım və dedim, düz burada, düz burada bir vaxtlar ən müqəddəs yer var idi. Burada bir vaxtlar məbəd var idi. Sonra mənə açıqlama gəldi. Məbəd artıq burada yoxdur. Amma həm də buradadır. Çünki mən burada dayanmışam. Mən burada dayandığıma görə məbəd buradadır. Mən məbədəm və müqəddəs ruh buradadır. Çünki müqəddəs ruh məndə yaşayır. Sizinlə bölüşmək istədiyim bəzi şeylər var. O bir vəhdir. Biz məbədik. Biz bədənik. Müqəddəs ruh daxilimizdədir. Biz Məsihin bədəniyik. Bu düşüncə tərzi bunu ilk dəfə başa düşməyə başlayanda bir çox insan azad olacaq. Ancaq dini eynəklərlə baxan bir çox insanlar dini məclislərdə dəfələrlə eşidiblər ki, məbəd getdiyimiz yer deyil, məbəd sizsiz. Amma bunu başa düşə bilmirlər. Bunu görmürlər. Onlar bunu görmürlər. Beləliklə, mən siz İsa'nın nəyi gətirdiyini göstərmək istəyirəm. 10-cu dəfə elədiyim kimi, sizi təhrik eləmək istəyirəm. Ümid edirəm buna hazırsınız. İlk öncə, kilsə kimi sözlərin ümumi mənasını izah eləməklə başlayaq. Əlbəttə ki, bunu başqa cür başa düşən insanlar var. Ancaq indi sizə deyəcəyim ümumi baxışdır. Bu dərslərin video çəkilişi çox keyfiyyətlidir. Buna görə də YouTube-da keyfiyyəti yüksək səviyyəyə qaldıra bilərsiniz ki, ekranda olan bütün yazıları görəsiniz. Bunu sizə bildirmək istədim. Kilsə. Kilsə nədir? Bir çox insanlar üçün kilsə dini fəaliyyətlər, ibadətlər və s. üçün ayrılmış bir yerdir. Bu ümumi anlayışdır. Kilsə deyəndə insanların ağlına ilk olaraq dini fəaliyyətlə məşğul olmaq üçün nəzərdə tutulmuş bir bina gəlir. Ancaq bu, ilk şagirdlərdə olan anlayışdan çox fərqlidir. Kilsənin müqəddəs yerlə heç bir əlaqəsi yoxdur. İsa bu zihniyyəti məhv eləməyə gəldi ki, bir bədən qura bilsin. İsa bir bədən qurmaq istəyirdi. İsa bir bədən qurmaq istəyirdi. Məbəd artıq orada deyil. Çünki məbəd buradadır. Biz Allahın məbədiyik. Dini fəaliyyətlər zamanı başqa bir düşüncə tərzi yaradırıq. Dini fəaliyyətlər zamanı başqa bir düşüncə tərzi yaradırıq. Çünki biz təkcə işitdiklərimizdən deyil, gördüklərimizdən də öyrənirik. İllərlə kilsəyə gedirsiniz və dəfələrlə eşidirsiniz ki, kilsə sadəcə bir yer deyil. Siz özünüzsüz. Halbuki həyatımız bizim bunu başa düşmədiyimizi göstərir. Məsələn, bir çox insanlar dostları ilə toplaşır, evdə İsa haqqında danışır, şəhadətlərini bölüşür və bundan çox yaxşı faydalanırlar. Əgər onlardan soruşsam, onlar görüşlərini kilsə adlandırmazlar. Onlar, yox, biz sadəcə bir yerdəydik, bu kilsə deyil, deyərdilər. Əslində isə bu kilsədir. Bu, hər hansı digər kilsə kimi bir kilsədir.
Çünki kilsə sadəcə gedilən bir yer deyil. Bu siz özünüzsüz. Mən kahin haqqında danışarkən, insanların çoxu fikirləşir ki, kahin xüsusi təhsili və ya çağırışı olan, bizimlə Allah arasında dayanan, vəftiz eləyən və Rəbbin süfrəsinə rəhbərlik eləyən bir adamdır. Bu düşüncə tərzi İsa'nın gətirdiyi təlimə tam ziddir. Bizim üzərində qurduğumuz təməl İsa'nın sözlərinə ziddir. Müqəddəs kitabda isə baş kahindir. Kahin sözü Məsihin bədəninə, Məsihin kahinliyinə aiddir. Biz hamımız kahinik. Biz hamımız kahinik. Halbuki, Katolik kilsəsində bir insan var ki, o Allahla insanlar arasında dayanır. Yalnız kahin olan və xüsusi məhs olunmuş bəzi seçilmiş insanlar var. Yalnız onlar vəftiz eləyə, Rəbbin süfrəsini təşkil eləyə və Allahla insanlar arasında dayana bilərlər. İslahat zamanı Luther bütün imanlıların kahinliyi anlayışını bərpa elədi. Yəni, Allahla bizim aramızda duran kahinə ehtiyacımız yoxdur. Bunun üçün İsa Məsih var. Allahla aramızda bir kahinə ehtiyac duyduğumuza aid anlayışı dəyişdi. Ancaq bizim burada kahinə ehtiyac duymağımıza dair anlayış dəyişmədi. Beləliklə, Allahla bizim aramızda kahinə ehtiyacımız yoxdur. Allahla birbaşa əlaqəmiz mümkündür. Ancaq Luther hər birimizin kahin olduğunu, hər birimizin vəftiz eləyə biləcəyimizə dair anlayışı dəyişmədi. Köhnə təfəkkür hələ də bir çox insana təsir eləyir. Bir müddət əvvəl bir qadın mənə zəng eləyib dedi, mənim oğlum var, oğlanı tanıyıram, görüşlərimizdə Allahı tanıdı. Onun 19 yaşı var və Allahı çox sevir. O vəftiz olmaq istəyir. Mən onu vəftiz eləyə bilərəmmi? Dedi. Bəli, eləyə bilərsən, dedim. Bilirəm ki, vəftiz eləyə bilərəm. Amma Torben, mən onu vəftiz eləyə bilərəmmi? Bəli. İsa sənə gedib şagird hazırlamağı və onları vəftiz eləməyə tapşırıb. İsa sənə bunu tapşırıb, dedim. Amma Torben, axı mən kahin deyiləm. Xeyr, biz hamımız kahinik. Hə, amma sən bunu eləyə bilərsən, dedim. Ancaq o bunu eləmədi. Niyə? Gözlərində olan dini inəklərə görə. Çünki qarşılaşdığı vəziyyət belə bir təsəvvür yaratmışdı ki, vəftizi yalnız xüsusi seçilmiş insanlar eləyə bilər. Adi adamlar isə vəftiz eləyə bilməz. İsa bu təlimə nifrət edir. O dinə qarşı çıxaraq şagirdlərinin ayaqlarını yudu. Bunu elədi ki, biz bacı-qardaş olduğumuzu başa düşək. Hamımız baş kahin İsa Məsihlə birlikdə kahinlərik. Hər kəs vəftiz eləyə bilər. Hər kəs xidmət eləyə bilər. Allahın padşahlığında xidmət eləməyə xüsusi çağırışı olan və çağırışı olmayanlar yoxdur. Bu düşüncə tərzi inkişafı məhdudlaşdırır. Buna görə də bugün inkişaf insanı kilsə, toplantılar, kahinə qədər gətirir. Bugün kimsə İsa'nı qəbul etmək istəyəndə biz çox vaxt düşünürük. Gərək bu adamı bu işi bacaranların yanına aparım. Mən də əvvəllər elə düşünürdüm. İlk dəfə cini qovduğumu xatırlayıram. Biz anladıq ki, İsa gündəlik həyatımızda iştirak eləmək istəyir. Beləliklə, evimizdə bir araya toplaşdıq. Birdən bir qadın yerə yıxıldı. Bağırır, titriyirdi. Ucadan kişi səsi ilə İngilis dilində nəsə qışqırırdı. Əvvəllər belə bir şeylə qarşılaşmadığım üçün, vay, cin, cin deyə düşündüm. Qadın, cəhənnəmə get deyə qışqırdı. Ağlıma ilk gələn fikir belə idi. Hə, mənə kahin lazımdır. Mən niyə belə düşündüm? Müqəddəs ruh mənim daxilimdə idi. Mən kahin idim. Təhsilim yox idi. Amma Allah məni kahin olmağa çağırıb. Mən sistem tərəfindən yox, Allah tərəfindən kahin olmağa təyin edilmişdim. Mən xilas olanda çağırıldım, təyin olundum, kahin oldum. Müqəddəs ruhu qəbul elədim.
Beləliklə, məndə lazım olan hər şey var idi. Ancaq dindar düşüncə tərzimə görə bu baş verəndə mənə bir kahin lazım olduğunu fikirləşdim. Xeyr, mənim kahinə yox, sadəcə bunu eləyərək öyrənməyə ehtiyacım var. Ona görə də kahin olmadığı üçün mən ona yaxınlaşdım. Məcbur oldum. Elə yaxşı ki, həmin gün orada kahin yox idi. Orada məndən başqa heç kim yox idi. Mən bir növ məcbur oldum. Kahin hardadır? Burada sadəcə mən varam deyə düşündüm. Sən kimsən deyə soruşdum. Cəhənnəmə get deyə cavab verdi. Sən kimsən? Cəhənnəmə get. Əsəbləşdim və yox, sən özün cəhənnəmə get dedin. Sonra həmin qadın İsa'nın adı ilə azad oldu. Gör, mən bunu öz gözlərimlə gördüm. Daxilimdə bu güc artıq var. Hazırda kilsənin vəziyyəti belədir. Bir çox kilsədə xidmət eləmək üçün təyin olunmalısınız. Ancaq Həvarilərin İşləri kitabında şagirdlər xidmətə təyin olunmurdular. Bəli, xidmətə çağırış olmalıdır. Mən buna inanıram. Ancaq bu çağırış bir neçə xüsusi adama və ya hansısa təşkilat tərəfindən verilmir. Biz xidmətə Allah tərəfindən çağırılırıq. Hər birimiz Allah tərəfindən xidmətə çağırılmışıq. Bir çox insanlar belə hesab edirlər ki, xidmət eləmək üçün ilk növbədə onlara xüsusi təhsil almaq lazımdır və təhsil alandan sonra da eynəklər taxıb müəyyən bir dini sistemin bunun içində xidmət eləməlidirlər. Amma İsa bir qutu ilə gəlmədi. İsa gündəlik həyatımızda iştirak eləmək istəyir. İsa gündəlik həyatımızda iştirak eləmək istəyir. İndi isə gəlin ibadət toplantıları haqqında danışaq. Bizim təfəkkürümüzə görə ibadət xüsusi təyin olunmuş gündə, müəyyən yerdə, xüsusi təyin edilmiş adamlar tərəfindən keçirilən bir toplantıdır. Bunu sizin və mənim kimi adi insanlar eləyə bilməz. Bu düşüncə tərzi bizdə artıq formalaşıb. Biz toplantıya gedib ibadət eləyirik. Orada Allahın hərəkət edəcəyini gözləyirik. Bu yaxşıdır. Bəs bazar ertəsi? Bəs çərşənbə axşamı, çərşənbə? Bəs İsa ilə gündəlik həyat necə? Biz bu barədə fikirləşmirik. Birlikdə olanda biz bu barədə fikirləşmirik. Dünən poçta kitab göndərərkən tanıdığım bir oğlanı gördüm. Təxminən 2 ay əvvəl mən onunla bir neçə gün keçirmişdim. Bu müddət ərzində oğlana küçədə adamlar üçün dua eləməyi və müjdə ilə bölüşməyi öyrətdim. İnsanların vəftiz olunduğunu, xilas edildiyini gördü. Bu başqa bir kilsədən idi. Dünən onu görəndə qəhvə içməyə dəvət elədim. Biz orada nə elədik? Orada kilsə toplantımız oldu. Biz İsa haqqında danışdıq. Mən onu öyrədirdim. Şəhadətlərlə bölüşürdük. O mənə xidmət elədi. Onunla bir saat söhbət elədikdən sonra özümü çox xoş hiss elədim. Söhbətimizdən sonra onun həyatının son bir ayda necə dəyişdiyini aydın gördüm. Mənə bunun üçün çox təşəkkür edib dedi ki, hər şey dəyişdi. Şagird hazırlamaq istədiyini və mənə verdiklərin üçün çox sağ ol. Uzun illər ərzində hər gün şagird hazırlamırdım. Çünki düşüncə tərzim fərqli idi. Fikirləşirdim ki, şagird hazırlamaq üçün xüsusilə təyin edilmək lazımdır. Kahin olmalısan, bazar günü olmalıdır və toplantıda olmalısan. Bu düşüncə ilə biz Allahı çox məhdudlaşdırırıq. İndi isə başa düşürəm ki, şagirdlik həyatın bir hissəsidir. Adamlarla görüşəndə onlara İsa haqqında danışırsınız. Onları öyrədirsiniz, şagird eləyirsiniz. Bu adam başqa kilsədən idi. Onun həyatının dəyişməsi indi kilsəsində olan bütün adamlara da təsir eləyir. Biz şagird hazırlamağa çağırılmışıq. Həyat tərzimiz belə olmalıdır. Ancaq çox vaxt diqqətimizin mərkəzində şagirdlikdən çox kilsənin fəaliyyətləridir. Tarix boyu imanlılar cəmiyyəti və ibadət dinə çevrilirdi. İndi müqəddəs ruh barədə danışacağım. Bir çox insan hesab edir ki, müqəddəs ruh və məhz
Yalnız xüsusi vaxtlarda seçilmiş bir neçə nəfər üçündür. Onlar əhd-ətiqə istinad edirlər. Orada məbəd var idi. Peyğəmbərlər və Allah tərəfindən məhz olunmuş kahinlər məbədə daxil olurdular. Bəzi kilsə məzhəbləri bugün məhz yığıncaqları keçirirlər. İnsanlar buraya məhz olunmaq üçün gəlirlər. Mən də belə bir kilsədə Məsihi tanıdım. Bir toplantıdan digərinə gedirdim. Bir konferansdan digərinə gedirdim. Niyə? Çünki mən bir Allah adamının əllərini üzərimə qoyub məni məhz eləməsini istəyirdim. Bu düşüncə tərzinin bugün həmin kilsəni və həmin təriqəti məhv elədiyini görürəm. Bir çox insanlar konferansdan konferansa və toplantıdan toplantıya gedirlər. Nəyisə əldə etməyə çalışırlar. Halbuki bu onlarda artıq var. Əgər xilas olmusunuzsa, müqəddəs ruhla vəftiz olunmusunuzsa, sizdə artıq məhz var. Əhd-i Cədiddə məhz haqqında danışarkən müqəddəs ruhdan bəhs edilir. Siz müqəddəs ruhu qəbul elədiyiniz zaman İsa'nı ölülər arasından dirildən eyni gücü alırsınız. Sizdə yeni məhz lazım deyil. Çünki yeni məhz yoxdur. Həvarilərin İşləri kitabında və məktublarda əl qoyma ilə dua barədə yazılıb. Bu, müqəddəs ruhu bir dəfə qəbul eləməkdir. Mən insanların müqəddəs ruhu qəbul eləməsi üçün əl qoymaqla duaya inanıram. Müqəddəs ruhla dolmaq üçün sizə kənardan nəsə qəbul eləmək lazım deyil. Müqəddəs ruh sizin daxilinizdən gəlir və zahirə aşıb daşır. Bu nə vaxt baş verir? Siz verəndə, sizdə olanı verəndə, sizdə olanı nə qədər çox versəz, bir o qədər çox alacaqsınız. Verin, sizə də veriləcək. Söhbət puldan getmir. Söhbət həyatdan gedir. Bugün bir çox insanlar kilsəni sadəcə bir bina kimi təsəvvür edirlər. Kahinləri xüsusi seçilmiş insanlar hesab edirlər. Onların anlayışında ibadət bazar günü xüsusi nizamla keçirilməlidir. Müqəddəs ruhun xüsusi məhsi mənim üçün deyil. Xüsusi və seçilmiş adamlar üçündür. İnsanlar dini fəaliyyətlərini davam edirlər. Dini fəaliyyətləri həyata keçirirlər. Bazar günləri kilsəyə gedirlər. Oturub kahinə qulaq asırlar. Hər şeyi kahin eləyir. Hər bazar günü ibadətdə kahin əlini qoyub onlar üçün dua eləyir. Bəlkə bir gün onlar nəyisə alacaqlar. Onlar bir adam axtarırlar ki, onlar üçün dua eləsin. Sonra onlar nəyisə alacaqlar və Allaha xidmət eləməyə başlaya bilərlər. Bu ümidlə hər bazar günü ibadətə gedirlər. Verdiyim təlimin çoxlu müsbət nəticələrini görürəm. Hər gün insanlar xilas olur. Günlərdən azad olur. Şəfa alır. Saysız şəhadətlərimiz var. Biz heç vaxt məhz haqqında danışmırıq və bu sözdən istifadə eləmirik. Biz xüsusi ənamlar barədə danışmırıq. Biz sadəcə bunu eləyirik. Sadəcə yaşayırıq. İsa Məsih vasitəsilə bütün ənamlar sizdə artıq var. Sizdə hər şey var. Bütün ənamlarınız var. Kimsə deyə bilər, şəfa ənamı hər kəsdə olmur. Bəli, ancaq xəstələrə şəfa vermək üçün sizə şəfa ənamı lazım deyil. Nə? Şəfa ənamına ehtiyac yoxdur. İcazə verin, izah edeyim. Hamı müjdəsidirmi? Xeyr. Amma hamı müjdəni yaya bilərmi? Bəli. Hamı peyğəmbərdirmi? Xeyr. Hər kəs peyğəmbərlik eləyə bilərmi? Bəli. Hər kəs şəfa ənamına malikdirmi? Xeyr. Ancaq hər kəs xəstələrə şəfa verə bilərmi? Bəli. Bu necə olur? Efeslilərə 4:11-də Allah imanlılar cəmiyyətinə verdiyi ənamlardan bəhs eləyir. Bu ənamlar müqəddəsləri xidmət etmək üçün təhciz eləyir. Xəstələrə şəfa vermək üçün xüsusi şəfa ənamına ehtiyac yoxdur. İman edənləri əlamətlər müşayiət edəcək. Yenidən doğulmusunuz, imanlısınız, gedin və Allahın sözünə uyğun hərəkət eləyin. Bunu müntəzəm olaraq eləsəniz və başqalarını da təhciz eləsəniz, onda bu bir ənam olur. Onda ənam olur. Demək olmaz ki, xəstəyə şəfa verən hər kəsin ənamı var. Bunu hər kəs eləyə bilər. Allahın mənə verdiyi ənamdan istifadə edirəm.
Necə başqalarını təhciz eləməklə və öyrətməklə bu ənamdan istifadə edirəm. Mən bunu təkcə sözlə öyrətmirəm. Ardımca gəl deyirəm və insanlara bunu necə eləməyi göstərirəm. Sonra özləri bunu eləməyə davam edirlər. Mən əl qoyma ilə onlara nəyisə ötürmürəm. Bəzən insanlar mənə deyirlər, Corbin, səndə olan ənamı istəyirik. Siz müqəddəs ruhu ala bilərsiniz. Sizin üçün dua eləyə bilərəm. Cinlərdən azad ola bilərsiniz. Şəfa ala bilərsiniz. Bunun üçün dua eləyə bilərəm. Ancaq sizdə artıq müqəddəs ruhu varsa, sizə daha heç nə lazım deyil. Sadəcə bunu yaşamalısınız. Fərqli düşüncə tərzləri var. Məsələn, ABŞ-dan olan dostum Dan videoma baxdıqdan sonra mənimlə əlaqə saxladı. O məni dəvət elədi. Əvvəlcə dedi, Corbin, bura gəl, məni kickstart elə, gəl məni təhciz elə. Küçədə müjdə ilə bölüşməyi öyrənmək istəyirəm, razılaşdım. Amma dedim ki, bunu özün eləyə bilər. Sonradan mənə belə yazdı, Corbin, səni gözləmək istəyirəm, sənin bunu elədiyini videoya çəkmək istəyirəm. Gəl məni öyrət, səni gözləyirəm. Amma bir neçə gündən sonra yenə yazdı. Corbin, daha gözləyə bilmədim. Dünən küçəyə çıxdım və insanlara şəfa verdim. Özümlə bir nəfəri də apardım. İndi onu öyrədirəm. O da eyni şey eləyir. O daha gözləyə bilmədi. Ona gözləmək lazım da deyildi. Oraya geçsəydim, əl qoyma ilə ona yeni Məsih ötürməyəcəkdim. Oraya geçsəydim, əl qoyma ilə ona yeni Məsih ötürməyəcəkdim. Xeyr, mən ona kömək eləyəcəkdim. Bizdə olanı yaşamağı öyrətməyə gedəcəkdim. Bu videoya baxanda yeni bir məs və ya yeni bir şey gözləyirəm deyə düşünürsünüzsə, belə düşünmək lazım deyil. Xəstələrə şəfa vermək üçün sizə xüsusi təlim almağı gözləmək lazım deyil. Həvarilərin işləri kitabını və İsa'nın sözlərini oxuyun. Sadəcə gedin və bunu eləyin. Çox sadədir. Oxuyun və icra eləyin. Bunu çətinləşdirməyin. Dini düşüncə tərzinizi dəyişsəz, bunu hər gün yaşamağa başlayacaqsınız. Bəli, siz bazar günləri kilsəyə gedə bilərsiniz və orada kahin ola bilər. Siz xidmətdə iştirak edə bilərsiniz. Bəli, bunları eləyə bilərsiniz. Ancaq inancınızı yalnız bu fəaliyyətlərlə məhdudlaşdırmayın. Yalnız bir kahin olmalıdır və ya yalnız kilsədə olmalıdır deyə düşünməyin. Həvarilərin işləri kitabında baş verənlərin çoxu kilsə yığıncaqlarında mı baş verir? Xeyr, gündəlik həyatda. Gündəlik həyat İsa ilə yaşanmalıdır. İsa ilə həyat. Bir çox insanlar düşüncə tərzlərinə görə bu həyatı yaşamırlar. Çünki fikirləşirlər ki, kilsə bir yerdir, kahinlər bir neçə nəfərdir, ibadət yalnız kilsədə olmalıdır. Müqəddəs ruh məndə kifayət deyil. Burada yazdıqlarımı mən din adlandırıram. Din adlandırıram. İsa bir din gətirmədi. İsa din barədə danışmadı. İsa yeni bir din qurmaq üçün deyil, padşahlıq qurmaq üçün gəldi. Bu padşahlıq digər dinlərdən çox fərqlidir. Ancaq kilsələrə baxsaz görəcəksiniz ki, əksər kilsə yığıncaqları məscidlərdən o qədər də fərqlənmir. Onlar yığışırlar, ibadəti müəyyən binada eləyirlər, dini fəaliyyətləri var, ancaq isə tamam başqa bir şey gətirdi. İsa üzvlük gətirmədi. İsa məhəbbəti və ailəni təmsil edən canlı, işləyən bir bədənin başı olmaq istədi. İsa üzvlük gətirmədi. Kilsə barədə danışanda deməliyik, İsa nəyə gətirdi? İsa yeni imanlar cəmiyyətini yaratmaq üçün gəldi. 1 Korinfillərə 3-də Paul deyir, əgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın ruhu sizdə yaşayır, Paul vurğulayır ki, əgər siz bilmirsiniz ki, Allahın məbədisiniz və müqəddəs ruh sizdə yaşayır, daha sonra 1 Korinfillərə 6-da Paul deyir, bədəniniz sizdə yaşayan müqəddəs ruhun məbədidir. Paul bunu təkrar deyir. Məgər siz bilmirsiniz ki, sizin bədəniniz məbəddir?
Siz müqəddəs ruhun məbədisiz. Mən məbədəm. Mən Allahın məbədiyəm. Mən kilsəyəm. İsa bu təlimi gətirdi. Məbəd mənəm, kilsəm mənəm. İnsanlara belə bir sual versəm, müqəddəs kitabda kahinlər haqqında harada oxuyuruq? Çoxları Efeslərə 4:11-ə istinad edirlər. Kimini həvari, kimini peyğəmbər, kimini müjdəsi, kimini çoban və müəllim təyin elədi. Burada çoban sözü pastorlara aiddir. Bugün hər kilsədə çobanlarımız var. Müqəddəs kitabda çoban sözünə rast gəldiyiniz yeganə yer Efeslərə 4:11-dir. Tək yer budurmu? Xeyr, 3 yerdə var. Ancaq bunların hər biri İsa Məsihə istinad edir. Çoban sözünün İsa Məsihə aid olmadığı yeganə yer Efeslərə 4:11-dir. Biz bugün bütün kilsəni bu sözə arxalanaraq qururuq. Yalnız bir sözə. Bütün mətni isə bunun necə işlədiyini isə oxumursuz. Daha əvvəl dediyim kimi, bir çox kilsədə hesab edirlər ki, müjdəçi gedib müjdəçilik edən adamdır. Xeyr, müjdəçilik edənlər şagirdlərdir. Efeslilərə 4:11-də oxuduğunuz kimi, müjdəçi müqəddəsləri müjdəçilik işi üçün təhciz edən şəxsdir. Ancaq bizim düşüncə tərzimizə görə və müqəddəs kitabı oxuyanda gözümüzə taxdığımız eynəklərimizə görə çoban sözünü eşidəndə ağlımıza dərhal kilsəsi olan, təyin olunmuş, təhsil almış və xüsusi çağırışı olan bir kahin gəlir. Xeyr, müqəddəs kitabda oxuyuruq ki, biz hamımız çobanıq, hamımız kahinik. Müqəddəs kitabda yepiskop və nəzarətçi kimi terminlər müxtəlif rollara istinad edir və onların mənaları zamanla dəyişir. Bunu sonuncu reformasiya kitabımda da demişəm. Bu dərslərdə də ətraflı izah eləyəcəm. Hələlik isə düşüncə tərzimizi dəyişməliyik. Biz düşüncəmizi dəyişməli və bütün imanlıların kahinliyinə qayıtmalıyıq. Çünki hər kəs xidmətə çağırılır. Əgər bəhrə görmək istəyiriksə, kilsənin böyüməsini görmək istəyiriksə, hər kəsin kahin olduğunu başa düşməliyik. Hər kəs vəftiz eləyə bilər və hər kəs Rəbbin süfrəsini təqdim eləyə bilər. Kilsədə adi insanlar və xidmətçilər arasında heç bir fərq yoxdur. Əlbəttə, biz rəhbərlərə hörmət eləməliyik. Ancaq rəhbərlər bizim başımızın üstündə dayanmırlar. Padşahlıqda onların səlahiyyəti bizimkindən çox deyil. Rəhbərlər bizə kömək eləmək və bizə yol göstərmək üçün yanımızdadır. İsa'nın təlimi belədir. Mən kahinəm, mən çağırılmışam, mən vəftiz eləyə bilərəm. Müqəddəs kitabın dediyi hər şey eləyə bilərəm. İsa bunu öyrədirdi. Bəs müqəddəs ruh, İsa'nı ölülər arasından dirildən qüvvə məndə yaşayır. Hamımızda eyni müqəddəs ruh və eyni məs var. Polşada iştirak elədiyim bir görüşü xatırlayıram. Polşada bunu izah eləməyə çox çalışdım. Amma onların dindar düşüncə tərzi imanlılar cəmiyyətini məhv eləyir. Bu bütün dünyada belədir. Bu görüşdə bir gənc qız xilas oldu və müqəddəs ruhla vəftiz olundu. Sonra dua elədiyim bir adam yerə yıxıldı və ondakı cin özünü göstərdi. O, cindən azad olmaq üzrə idi. Mən indicə xilas olmuş qızı götürdüm və dedim, mənimlə gəl, bu cindir. Sənin daxilində müqəddəs ruh var. Burada otur və cinə getməyə əmr elə. Bunu eləyə bilərsən? Bəli. Mən başqaları üçün dua eləməyə davam elədim. Həmin vaxt kilsə ağsaqqallarından biri qızın yanına gedib ona nə isə dedi. Qız ayağa qalxdı, gedib yerində oturdu. Mən bunu görüb çox qəzəbləndim. Ona dedim, sən mənimləsən, bu mənim toplantımdır. Get bunu elə. Qız yenə dediyim elədi. Ağsaqqal isə bir daha qıza nə isə dedi.
qızı yerinə qaytardı. Mən ondan nə baş verdiyini soruşdum. Ağsaqqal dedi, bu cindir. Mən dedim, bəli. Ağsaqqal dedi, qız hələ yeni imanlıdır. Mən dedim, bəli. Qız təcrübəsizdir, dedi. Mən dedim, bəli. Amma onda da bizdə olan eyni müqəddəs ruhdan var. O qıza başlamağa imkan verməsək, o heç vaxt cəhd eləməyəcək. Başlamaq üçün indi yaxşı vaxtdır. Bu mənim yığıncağımdır. Mən qəzəbləndim. Çünki onun ənənəvi düşüncə tərzi qızın öyrənməsinə və inkişafına mane olurdu. Mən ona dedim ki, bu mənim görüşümdür və pastorla sonra danışacağam. Sonra yenə qızı gətirib dedim, indi dua elə və cinə getməyə əmr et. Dua elədiyim növbəti şəxs bir qadın idi. O gəlib dedi, mənim üçün dua eləyə bilərsənmi? Mən vacib bir şey itirmişəm. 20 il əvvəl xilas olanda mən Allah üçün istəkli idim və daxilimdə yanan alov var idi. Allah haqqında danışırdım və insanlar üçün dua eləyirdim. Amma sonra bir kilsə rəhbəri mənə dedi ki, qadın olduğum üçün bunu eləyə bilmərəm. Onun sözləri istəyimi öldürdü. Və o vaxtdan daxilimdəki alov söndü. Bu problemlərlə dəfələrlə qarşılaşıram. Biz liderləri çox yüksək mövqeyə qaldırırıq. Onlar belə yüksək mövqedə olmamalıdırlar. Bir neçə söz kiminsə daxilindəki alovu söndürə bilər. Biz bunu etməməliyik. Biz insanlara hörmət etməliyik. Hamımız xidmətçi və kahinik. Mən onun üçün dua elədim və o azad oldu. Daxilindəki alov yenidən yanmağa başladı. Mən bu problemlə dəfələrlə qarşılaşmışam. Daha sonra Polşadakı kilsənin pastoru və Polşa Pentekost kilsəsinin başçısı ilə görüşdüm. Biz kafedə oturmuşduq və mən onlara baxıb dedim, sizin probleminiz var. Siz şagird hazırlamırsınız. Niyə yeni insanlara vəftiz eləməyə icazə vermirsiniz? Ona dost kimi hörmət edirəm, ancaq onun baxışlarını hörmət eləmirəm. Bu kahin dedi, bəli, Torben, amma onlar əvvəllər vəftiz eləməyiblər. Dedim, yox, onların cəhd eləməsinə icazə verməsəm, bunu heç vaxt edə bilməzlər. O dedi, bizdə güclü insanlar yoxdur, əksəriyyəti səhv eləyir və vəftiz eləməyə hazır deyirlər. Mən isə ona belə cavab verdim. Onları öyrətməsən, təhciz eləməsən, heç vaxt hazır olmayacaqlar. Qoy onlar bunu eləyərək öyrənib böyüsünlər. Sonra məni dəhşətə gətirən bir söz dedi. Bu sözlər onun gözlərində eynəklərin olduğunu aydın şəkildə göstərirdi. O məndən soruşdu. Torben, İsanı kim vəftiz elədi? Bu qadın deyildi. Adi bir kəs deyildi. Bu vəftizçi Yəhya, peyğəmbər idi. İsa vəftiz üçün 30 il gözlədi. Ona görə də insanları dərhal vəftiz etməməliyik. Düzünü desəm, şoka düşdüm. Bu adam böyük kilsə rəhbəridir. Bir çox cəhətdən çox ağıllıdır. Çox ağıllıdır. İllərlə müqəddəs kitabı oxuyub. Bu adam necə belə bir söz deyə bilər? Bugün insanları dərhal vəftiz etməməyə haqq qazandırmaq üçün siz İsa'nın vəftiz olunmaq üçün 30 il gözləməsini nümunə çəkə bilməzsiniz. Yəhyanın nümunə gətirə bilməzsiniz. Yəhyanın nümunəsi bənzərsizdir. Müqəddəs kitabda deyilir ki, padşahlıqda ən kiçik adam belə Yəhyadan böyükdür. Bu düşüncə tərzi kilsəyə sızıb. Düşüncə tərzi kilsəyə sızıb. Həmin adam eyni zamanda yorğun, məyus idi. Şikayətlənirdi. Niyə imanlılar inkişaf eləmir? Niyə kilsədə heç nə baş vermir? Niyə mən bu qədər yorğunam? Niyə pastor olmaq bu qədər çətindir? Kilsədəki imanlılardan kahinin yerində olmaq istəyirsənmi deyə soruşsaz, onlar yox deyərlər. Mən kilsəyə rəhbər olmaq istəmirəm. Bu çox çətindir deyəcəklər. Bu çətindir. Çünki biz yanlış təməl üzərində qururuq. Bu çətindir. Çünki diqqət mərkəzi yanlış yerdədir. Kilsədə rəhbərlər var.
Kilsədə pastor vəzifə deyil, xidmətdir. Müjdəçi vəzifə deyil, xidmətdir. Peyğəmbər vəzifə deyil, xidmətdir. Bunların hamısı imanlılar cəmiyyətində öz xidmətlərini yerinə yetirirlər. İmanlılar cəmiyyətində bunlar insanların başı üstündə olmamalıdırlar. İnsanların yanında olub onlara xidmət eləməlidirlər. Hər kəs xidmət eləyə bilər. Buna görə də İsa dindarlara qarşı çıxırdı. Siz xilas olanda müqəddəs ruhu alırsınız. Bir toplantıdan digərinə qaçmağa ehtiyac yoxdur. Böyümək və müqəddəs ruhla dolu olmaq istəyirsinizsə, müqəddəs kitab Efeslilərə 5-də deyir ki, müqəddəs ruhla dolun. Amma siz toplantılara gedəndə müqəddəs ruhla dolmursunuz, verəndə dolursunuz. Verin, sizə də veriləcək. Müftə aldınız, müftə verin. Dua eləməyə başlayanda, müqəddəs ruhu verməyə başlayanda, o zaman həyat gələcək. Bəli, onda sevinəcəksiniz. Məsələn, Danimarkada bizim müqəddəs kitab düşərgələrimiz var. Hər bir böyük kilsənin öz müqəddəs kitab düşərgələri var. İnsanlar toplantılarda oturub dinləyir. Bir həftə ərzində toplantıdan toplantıya gedirlər. Burada əlbəttə ki, çox yaxşı şeylər olur. İnsanların tədbirlərə qatıldığını və daha sonra Facebookda belə yazı yazdığını görmüşəm. Əla həftə oldu. Çox gözəl. Amma biz də düşərgəyə getdik. Biz qeyri-məsihçilərin musiqi düşərgəsinə getdik. İsanı tanımayan, içki içən və Allah haqqında heç nə bilməyən 10.000 gəncin olduğu düşərgəyə getdik. Biz İsanı sevən, eləcə də yeni imanlılar ilə getdik. Bizimlə oraya gedən hər bir insan evinə qayıdır və Facebookda həyatımın ən gözəl həftəsi idi. Dəyişdim və doldum yazdı. Bu sevinci insanlarda hər dəfə görə bilərsiniz. Sözün düzü, toplantıdan çıxan adamların əksəriyyətində belə sevinci görməmişəm. Ancaq verəndə, xidmət eləyəndə imanlılar sevinirlər. Biz buna çağırılmışıq. Biz bunu eləməyə çağırılmışıq. Gündə tərzinizi dəyişsəz, siz də bunu yaşayacaqsınız. Sonuncu məsələ səcdə üçün toplanmaqdır. Səcdə özünü canlı qurban olaraq Allaha təqdim eləməkdir. İnsanın əlləri və ayaqları olmaqdır. Bu təkcə bazar günü toplantılarına deyil, bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günlərinə də aiddir. Səcdə üçün toplantıda siz nə isə eləyə bilərsiniz. Bəli, ancaq səcdə təkcə bu deyil. Səcdə Allaha xidmət eləməkdir. Özünü Allaha təqdim eləyirsən. Kafedə oturub Məsih haqqında danışdığınız zaman siz həmin imanlılar cəmiyyətisiniz. Küçələrdə müjdəni yaymağa getdiyiniz zaman həmin imanlılar cəmiyyətisiniz. Səcdə budur. Allaha xidmət budur. Başa düşdünüz? Mən sadəcə bu qeydlə bitirmək istəyirəm. Din və dini sistem belə deyir. Kilsə xüsusi işlərin baş verdiyi xüsusi yerdir. Kahinlər xüsusi işlər görən, müvafiq təhsili olan, xüsusi təyin edilmiş insanlardır. Yalnız onlar vəftiz eləyə bilərlər. Yalnız onlar Rəbbin süfrəsini təqdim eləyə bilərlər. Və yalnız onlar bizimlə Allah arasında dayana bilərlər. Səcdə üçün toplantılar bazar günü xüsusi bir yerdə keçirilməlidir. Burada xüsusi işlər də görülür. Əks halda bunu səcdə üçün toplantı adlandırmaq olmaz. Müqəddəs ruhun məsi yalnız seçilmiş bir neçə nəfər üçündür. İllər ərzində məndə bu düşüncə tərzi var idi və buna görə həyatım Həvarilərin İşləri kitabında oxuduqlarımdan və indiki həyatımdan tam fərqli idi. Amma indi anlayıram ki, mən kilsəyəm, mən məbədəm, müqəddəs ruh mənim daxilimdədir. İnsanı ölülər arasından dirildən eyni güc, eyni məhz içimdə yaşayır. Daha çox ənam almağa, diqqət ayırmağıma ehtiyac yoxdur. Çünki mənə lazım olan hər şey İsa'da artıq varımdır. Mən kahinəm, mən çağırılmışam, mən vəftiz edə bilərəm. Bu yaxınlarda Almaniyada idim. Orada bir çox insanlar xilas edilib vəftiz olundu. Bir neçə gün əvvəl bir Alman kahini mənə məktub yazaraq dedi: Torben, bu insanları vəftiz eləmək səlahiyyətini sənə kim verib? O mənə qarşı idi, çünki vəftiz kilsədə baş verməmişdi.
Vəftiz olunanlar da kilsənin yox, Məsihin bədəninin üzvü oldular. Səlahiyyəti mənə kim verib? İsa. İsa özü məni çağırdı və səlahiyyət də verdi. Eləcə də İsa sizi çağırır. Mən kahinəm, mən məbədəm. Müqəddəs ruh məndə var. Səcdə üçün toplantılar, gündəlik həyatın bir hissəsidir. Səcdə sizin hər gün etdiklərinizdir. Gələn həftə olacaq dərsə qədər sizə ev tapşırığı vermək istəyirəm. Həvarilərin İşləri kitabını oxuyun və bu həqiqətləri özünüzə daim təkrarlamağa çalışın. Beyninizi yumağa çalışın. Deyin, mən Allahın məbədiyəm, mən kilsəyəm. Bunu alış-veriş edərkən, ticarət mərkəzində gözləyərkən və ya növbədə durarkən deyin. Özünüzə xatırladın, mən məbədəm, mən kahinəm. Buradakı insanlar, mən onların kahiniyəm. Mən məbədəm, mən kahinəm, mən kilsəyəm. Mən onlara xidmət eləməyə çağırılmışam. Səcdə üçün toplanmaq, özümü canlı qurban olaraq Allaha təqdim eləməkdir. Mən İsa'nın əlləri və ayaqları olanda ona səcdə eləyirəm, ona hörmət eləyirəm. Başa düşün ki, sizdə İsa'nı ölülər arasından dirildən ruh var. Bu dərsdə sizə çatdırmaq istədiyim bunlar idi. Bu sadə həqiqətləri qəbul eləsəz, mən kilsəyəm, mən məbədəm, məndə müqəddəs ruh var, mən kahinəm, məni Allah təyin eləyib və Allah çağırıb. Mənim gözləməyə ehtiyacım yoxdur. Məndə müqəddəs ruh və məs var. Yeni bir şey almaq üçün toplantıdan toplantıya getməyimə ehtiyac yoxdur. Məndə lazım olan hər şey artıq var. İsa mənə tapşırıq verib və nə edəcəyimi artıq söyləyib. Odur ki, oxuyuram, küçəyə çıxıram, xəstələr üçün dua eləyirəm, əllərimi xəstələrin üzərinə qoyuram və insanlar şəfa alırlar. Çünki mən kahinəm, çünki mən məbədəm, mən bədənimi ona təqdim eləyərək Allaha səcdə eləyirəm. Bunu elədiyiniz zaman inanılmaz şeylər görəcəksiniz. Ümid edirəm ki, bunu başa düşürsünüz. Növbəti dərsdə davam eləməyi səbirsizliklə gözləyirəm. Ondan sonra nə paylaşacağam və ya Allah hansı istiqaməti göstərəcək, bilmirəm. Amma hər dəfə bir dərs deyəcəm. Hesab edirəm ki, bu yeni bir şeyin başlanğıcı olacaq. Daha əvvəl qeyd elədiyim kimi, suallarınız varsa və ya daha dərinə getmək istəyirsinizsə, Sonuncu Reformasiya kitabımı oxuyun və ya dinləyin. Bu videonun altında linklər verilir. Başqalarına da göndərin. Məsələn, Hollandiyadan bir nəfər öz tanışları üçün bu kitabımın 5 nüsxəsini aldı. Sonra daha 5 nüsxə sifariş elədi. Kitab insanları hərəkətə gətirir. Çünki onlar azad olmaq istəyirlər. Onlar Allahın alovunu yenidən yaşamağa can atırlar və Allahın onlardan istifadə eləməsini istəyirlər. Əgər siz kilsədə kahinsinizsə və indi özünüzə görə biraz narahatsınızsa, sizə demək istəyirəm ki, bu azadlıqdır, rahat olun. Mən özüm də ənənəvi kilsədə kahin vəzifəsində işləyirdim. İnsanların inkişaf eləməməsi məni kədərləndirirdi. Daim mübarizə aparırdım və çalışırdım. Hər şey eləməyə çalışırdım. Ancaq bunu anlayanda, düşüncə tərzimi dəyişəndə əvvəlkindən daha səmərəli oldum. İnsanları itirmədim. İnsanlara sahib deyildim, buna görə də onları itirə bilməzdim. Ancaq adamları itirmədim. Onların azad olmasını və təchiz eləmək istədiyimi görəndə mənə hörmət elədilər. Kilsə üzvləri olduqlarına görə deyil, onlara sahib olduğum üçün deyil, sevgi və hörmətə görə. Beləliklə, kilsədə olan kahinlərə və rəhbərlərə demək istəyirəm ki, bu təlim sizi və kilsənizi azad edəcək. Mən kilsənin əleyhinə deyiləm. Söhbət azadlıqdan gedir. Mən eşidirəm ki, bugün pastorların 80% streslə mübarizə aparır. Onlar daim işləyirlər və çox yorulurlar. Bir çoxları ailələrinə və uşaqlarına təsir edən bu stres səbəbindən
pastor və ya lider vəzifələrindən gedirlər, kilsədən ayrılırlar. Köhnə yol ilə ənənəvi kahin olmaq hədsiz çətindir. Ancaq İsa çətin bir tapşırıq gətirmədi. İsa bizi rəhbər olmağa çağırır, səmərəli olmaq və azad yaşamaq üçün bunu düzgün eləməliyik.